Ace Optika izləyicilərini salamlayıram və bugün mən sizlərə ambliopiya növlərini korreksiya etmək məqsədi ilə istifadə etdiyimiz kontakt linzalar və optik eynəklər haqqında məlumat verəcəm. Kontakt linzalar görmə itilinin dəqiqliyini almaq üçün daha məqsədə uyğundur. Çünki kontakt linzalar buynuz qışı ilə bilavasitə təmasda olur, göz almasına, formasını alır və buynuz qışada sındırma qüvvəsində olan dəyişiklikləri, patologiyaları tamamilə aradan götürür. Kontakt linzalar kosmetik baxımdan daha əhəmiyyətlidir, çünki optik eynəklərin seçimində, daşımasında kompleks eləyən şəxslər təbii ki, kontakt linzalara üstünlük verirlər. Kontakt linzaların istifadəsinin müsbət tərəfləri olduğu kimi, həmçinin əks göstərişlər də var. Bildiyimiz kimi, görmə orqanı göz almasından və köməkçi aparatdan ibarətdir. Bunların hər hansı birində olan patologiya, məsələn, göz yaşı vəzisindəki dakrosit, ptoz, buynuz qışanın müxtəlif etiologiyalı patologiyaları kontakt linza üçün əks göstərişli istifadəsinə 14 yaşına qədər uşaqlar və yeniyetmələrdə də kontakt linzadan istifadə məsləhət görülmür. Optik eynəklərin istifadəsində isə əks göstərişləri deyə bilərik. Məsələn, müxtəlif idman növləri, xüsusilə də ki, futbol, basketbol, voleybol zamanı biz eynəkdən yox, kontakt linzadan istifadə edə bilirik. Eyni zamanda optikaya yaxud da klinikaya müraciət edən şəxsdə ilk dəfə görmə itiliyinin patologiyası aşkarlanırsa və o kontakt linza yoxsa optik eynək istifadə etməlidir. Təbii ki, bir mənalı şəkildə birinci optik eynək məsləhət görülür.